Azərbaycan özünün müstəqil siyasəti var. Qonşularımızın biri İrandır, biri Rusiyadır. Bu iki iri dövlət arasında müstəqil siyasət aparmaq çox çətindir. Hər ikisi bir-birinə qarşı ərazi iddiasına malikdir. İran deyir, 200 il bundan qabaq Rusiya mənim torpağımı işğal edib. Və Rusiya da fikirləşir ki, bugün mən bütün kommunikasiyalarımı qərb istiqamətində qurmuşdum. İndi qərblə mübarizədəyəm və qərb istənilən anda mənim kommunikasiyalarımı bağlayır. Və Rusiya dünya bazarına çıxmaq üçün, qərbdən kənara çıxmaq üçün alternativ marşrutlar yaratmalıdır. Bunun yolu Afrikadır. Bunun yolu qaydası Afrikaya gedib çıxmaqdır. Afrikaya gedib çıxmaq üçün hökmən yaxın şərqdən keçməlisən. Suriyada gedib çıxmaq üçün yaxın şərqdən keçməlisən. Yaxın şərq Rusiya üçün Azərbaycanın ərazisindən başlayır. İran-Azərbaycan sərhədindən başlayır və Rusiya fikirləşir ki, kaş o vaxt qədimdə Tehranın qulağının dibindən geri qayıdıb Təbrizdən də elə şimala tərəf keçib Türkmənçayda müqavilə imzalamayaydım. Biraz dözümlü olaydım, müqavilə Tehranda imzalanaydı. Tehran da 1828-ci ilin müqaviləsində olaydı. Bugün Rusiyanın Suriyaya yolu nəinki vacibdir, həm də ən təcilidir.